Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 8-də rəsmi səfər çərçivəsində Slovakiyaya gedib və Bratislavadakı hava limanında yüksək səviyyədə qarşılanıb. Daha sonra Bratislavada keçirilən rəsmi qarşılama mərasimində Slovakiya prezidenti Peter Pellegrini İlham Əliyevi Vaşinqtonda Azərbaycan-Ermənistan sülh gündəliyi üzrə əldə olunmuş tarixi nailiyyət münasibəti ilə təbrik edib. Görüş zamanı Slovakiya şirkətlərinin Ağdam rayonunun Başqərvənd kəndinin ağıllı kənd konsepsiyası əsasında yenidən qurulmasında iştirakından məmnunluq bildirilib. Tərəflər həmçinin enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində Azərbaycan-Slovakiya əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıblar. Dekabrın 9-da Bratislavada prezident İlham Əliyev Slovakiya Milli Şurasının sədri Richard Raši və baş nazir Robert Fico ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib. Görüşlərdə enerji, müdafiə sənayesi, humanitar sahələr, idman, turizm və aviareyslər üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə edərək, qarşılıqlı səfərlərin ikitərəfli münasibətləri daha da gücləndirəcəyini qeyd ediblər. Prezident İlham Əliyevin Slovakiya rəsmi səfəri dekabrın 9-da yekunlaşıb.